Salam aleyküm qardaşlar, vaxtınız xeyir. Yox, səhv göndərməmişəm. Elə sizə atmaq istəyirdim. Necəsiz, işləriniz necədir? Hər şey yaxşıdır inşallah. Sizin axırıncı səfər söhbətimizdən sonra sizin məsləhət bildiyiniz o videolara oturub baxıram. Həm də ki, o PDF kitab var idi. Texniki analizlə bağlı. Onun mən çap eləyirəm, elə bir hissə onları oxuyuram. Düzdür, şam paternləri filan biraz sıxıcıdır, amma yəni çox hissəsini oxumuşam onları, həm də ki videolarına baxmışam. Dünən axşamdan da başladım o xətt deyirsiniz, üçbucaqlar filanlar əmələ gəlib, təpələr, 3 dənə təpə filan. Obşim, onlara baxırdım, qızılda elə birdən situasiya əmələ gəldi, elə eyni situasiya əmələ gəldi, 3 dənə təpə, 1 dəqiqəli şamlarda. Obşim, elə üst-üstə düşdü, qəşəng əməliyyat alındı elə onda, indi onu da sizə atarım, baxarsınız. İndi də bugün də sizdən oradan öyrəndiyim şeyləri tətbiq eləyərək, eyni zamanda indi özüm də indi araşdırırdım YouTube'da filan da. Yəni ki, onları elə üst-üstə toplayaraq 2 dənə əməliyyatım uğurlu alındı. Elə ona görə sizə təşəkkür eləmək istəyirdim. Sizin də YouTube'da baxışlarınız azdır. Amma yəni mən baxıram ki, orada çox dəyərli məlumatlar paylaşırsınız insanlarla. Prosto bilmirəm də, qədriniz hələ ki bilinmir. İnşallah indi haçansa sizi də kəşf eləyərlər. Uğurlar arzu eləyirəm. İnşallah indi əlaqədə olarıq. Belə baxıram, sizin məlumatlardan hələ faydalanacağım. Təşəkkür eləmək istəyirdim elə onlar üçün sizə. Çox sağ olun, var olun. Allah